Bakı Şəhər İcra Hakimiyyətinin 6 ildir ki, həyata keçirdiyi bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsi davam etdirilir. İşlərin gedişatının monitorinqi məqsədi ilə mütəmadi olaraq ayrıca hər bir rayon üzrə toplanan çeşidlənən tullantıların tərkibi və çəkisi araşdırılır. Nəticələr əvvəlki müddətlə müqayisə edilir. Mütəxəssislərin mütəmadi olaraq apardıqları monitorinqlərin nəticələri layihənin uğurla həyata keçirilməsini göstərir. Belə ki, əgər layihənin tətbiqinin ilk aylarında çeşidlənən tullantıların həcmi bir gündə 6-8 ton, sonradan isə tədricən 11-14 ton olmuşdursa, hazırda bu rəqəm gündəlik təqribən 21-23 ton təşkil edir. Bu da ilk növbədə əldə edilən təcrübə, həmçinin könüllülərin kommunal xidmət əməkdaşlarının sakinlər arasında apardığı düzgün maarifləndirmə işlərinin nəticəsidir. Eyni zamanda Nərimanov rayon sakinləri də ilk gündən bu layihənin tətbiqində yaxından iştirak edirlər. Qeyd edilən layihənin uğurla həyata keçirilməsi şəhərimizin təmiz saxlanılmasına, gözəlləşməsinə, ətraf mühitin və sağlamlığımızın qorunmasına, yeni ekoloji sanitar mədəniyyətin formalaşmasına və iqtisadi səmərə əldə olunmasına xidmət edir. Şəhərin təmizliyi üçün hər cür addımlar atılır və ölkə başçısının ayrıldığı vəsait hesabına kommunal xidmətlər üçün 164 ədəd xüsusi təyinatlı texnika avtonəqliyyat vasitəsi alınmışdır ki, bu da bizim işlərimizin keyfiyyətini artırmağa bizə yaxından köməklik göstərir. Bu da ona zəmindir ki, bu günləri ölkə başçısının bu sahəyə diqqət qayğısı yüksək səviyyədədir və gələcəkdə də bu işlərin davam etdirilməsi bizim əsas prioritet işimizdəndir.